Yəni bugün gəncliyimiz çox yaxşıdır, gözəl səslər var. Gördüyünüz bu binamız çox tədris üçün hər şəraitimiz var. Bu Milli Konservatoriyamızın binası, yeni binası. Və biz də təbii ki, sevə-sevə işləyirik. Çünki sevdiyimiz bir işlə məşğuluq. Yeni leylilər, məzunlar yetişdiririk, xanəndələr yetişdiririk sənətimiz üçün, mədəniyyətimiz üçün. Əlbəttə, bu işdə bizə çox böyük köməyi Heydər Əliyev fondu eləyir. Mən qeyd edirəm ki, xüsusi olaraq Mehriban xanımın bu günləri bizim muğamımıza müstəsna dərəcədə köməyi var, diqqəti var. Bax, bu keçirilən muğam televiziya müsabiqələri, gənc ifaçıların xarici ölkələrdə Azərbaycanı təmsil eləməsi, muğamımızın təbliğ olunması baxımından çox böyük işlər görülür. Yəni, dəstək olmasa iş çətin olar bizim üçün. Mən bu işin içində olduğum üçün deyirəm. Və artıq yeni start verildi Heydər Əliyev fondu tərəfindən və Dövlət Televiziyamızın bir yerdə. Yeni artıq 6-cı muğam televiziya müsabiqəsinə artıq start verilib. İnşallah, bax, bu yaxınlarda tamaşaçılar da görəcəklər ki, yeni səslər gətirəcəyik biz efirə. Çox gözəl. Fəxri adlar alan tələbələriniz varmı? Kimlərdir? Təyyar Bayramov əməkdar artistdir. Sonra bir neçə tələbəm var ki, onlar prezident təqaüdçüləridir. Gənc leylilər, məzunlar, Şah İsmaillər, artıq operanın aparıcı solistləridir. İbn Salamlar, analar. Təsəvvür edin ki, məsələn, mən sonuncu tamaşada bir anlıq belə döndüm, baxdım ətrafıma, gördüm İbn Salam da mənim tələbəmdir, Anana oxuyan da mənim tələbəmdir, Leyli də mənim tələbəmdir. Arzu Əliyeva, Təyyar Bayramov, sonra Aytən Məhərrəmli. Təbii ki, bunlar hamısı bir müəllim üçün çox bir qürur verici bir işdir ki, ətrafımda artıq o yetişdirdiyim tələbələr buraları təbii ki, oxuyurlar. Bu günlər şükür olsun Allah ki, o muğam müsabiqələrindən sonra mən sizə deyim ki, bugün bütün bölgələrimizdə muğam, siz də şahidsiniz ki, həqiqətən bugün muğamımız həm Bakımızda, məsələn, əvvəllər bir vaxt vardı ki, müasir toylarda heç vaxtda muğam xanəndəsi görə bilməzdiniz. Bəzən yaraşdırmırdılar özlərinə də, açığı belə idi. Amma şükür olsun Allah ki, bu günləri demək olar ki, Bakı toylarının, ümumiyyətcə müasir toylardan danışıram, 99%-ında yarım saatlıq bir xanəndə muğam ifası var. Bu da çox gözəl bir haldır. O da o təbliğatın nəticəsində oldu. Bilirsiniz, əslində bu bizim öz musiqimizdir. Biz bunu kənardan gətirməmişik ki, bu bizim dədəmizin, babamızın musiqisidir. Əsl musiqimizin kökü də budur. Sadəcə bir ara buna diqqət yox idi. Amma şükür olsun Allah ki, bu günləri dövlətin, Heydər Əliyev fondunun, o təbliğatın nəticəsində artıq o gənclərimizin, xalqımızın özünün ona daha çox böyük təzdən elə bir qayıtda öz musiqisinə sahibləndi. Bax, bu çox yaxşı haldır. Ona görə də şükür olsun Allaha ki, hər yerdə, baxın, bütün televiziya kanallarımızda səhər, axşam, harada musiqili təbii ki, veriliş varsa, orada Tarık Amançalı xanəndə oturur. Bu çox yaxşı haldır. Qoy olsun. Bu bizim musiqimizdir. Ya, bu bizim sifətimizdir. Mənim, bilirsiniz, səhnədə 10 dənə leylim olub. Onun keçən il biri türk oldu, Türkiyəli sənətçi. Və şükür olsun Allaha ki, bugün də leylilərimiz var, 5-6 leylilərimiz var. Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Arzu Əliyeva, mənim öz tələbəm. Son 2 tamaşada mən Arzu Əliyeva ilə oxumuşam. Özüm də onu hazırlamışam, çox gözəl də oxuyur, Arzunu yaxşı tanırsınız. Ondan sonra həm xarici ölkələrdə, bu günləri şükür olsun Allaha ki, yeni məzunlar var, İlkin Əhmədov var, əməkdar artist, Səbuh Hibayev var, artıq neçə vaxt oxuyur, Elnur Zeynalov var, sonra Leylilərdən Vüsalə Musayeva, sonra Nigar Şabanova, Güllü Muradova, bunlar gənclər deyirəm. Bilirsiniz, bunlar əksinə, o bir dəfə məsələsi, biz oxuruq, bir dəfə bunlar oxuyurlar, bu çox yaxşı haldır, o yaxşı həm rəqabət var, həm də ki, biz gedib onların tamaşasına baxırıq, məsləhətlərimizi veririk, çünki onlar bizim tələbələrimizdir. Və onlar da gəlib bizim tamaşaya baxırlar, müəyyən şeylər götürürlər. Yəni, bu elə bir əsərdir ki, tamaşadan tamaşaya ifaçı puxtələşir. Bir tamaşayla, 2 tamaşayla heç vaxtı ustada ola bilmərsən. Biz də bu yolu keçmişik. Ona görə də mən hesab edirəm ki, bu ənənə davam eləməlidir, normal bir prosesdir. Əgər bu Azərbaycana gəlirsə, mən hesab edirəm ki, mənim dövlətimə, mənim ölkəmə, mənim torpağıma hörmət eləməlidir hər kəs. Çünki, məsələn, biz sənətkar olaraq bütün dövlətlərə, bütün ölkələrə hörmətlə yanaşırıq. Mənfur qonşularımızdan başqa. Çünki onlar ona layiq deyil. Bizim torpağımız işğal olunubdur, biz haqlıyıq. Mənim torpağıma gedirsən də sən və gedirsən burada konsert verirsən. Əlbəttə, mənim ölkəmdən icazə almalısan. İcazə yoxsa sən oraya getməməlisən. Mən hesab edirəm ki, o gəldisə belə, amma hər halda bizim o etirazımız lazım idi, bilirsiniz. Biri var ki, kim səsini çıxartmasın. Niyə çıxartmasın? Mən o torpağın nümayəndəsiyəm, mən o torpaqda doğulmuşam, mən Qarabağlıyam. Mən səsimi çıxartmayayım, siz çıxartmayın, bəs kim çıxarsın səsini?
Mən hesab edirəm ki, biz düz elədik, elə Tahir İmanov da düz elədi. Mən hesab yenə deyirəm ki, hər bir kəsə hörmətimiz var, amma hər bir insan asıl olmayaraq bu statusundan, sənətindən, ixtisasından mənim ölkəmə, mənim dövlətimə, mənim torpağıma hörmətlə yanaşmalıdır. Mən belə prinsipi mənim budur yəni. Bəzi sənətkarlar amma deyirlər ki, biz siyasətə qoşulmuruq, Yox, bu siyasət deyil ki, bu başqa bir şeydir, bu vətənpərvərlikdən gedir söhbət. Biz siyasətçi olub nə demişik ki, məsələn? Əlbəttə, mən də deyirəm ki, ən böyük siyasət elə bizim mədəniyyətimizdir. Hər kəs öz sahəsində iş görməlidir. Mən o tərəfdarım, amma o söz bura aid deyil axı. Mənim torpağım işğal olunub. Bilirsiniz, mən deyim ki, mən siyasətə qarşıyam, torpağım işğal olsun. Elə şey olur. Birinci zaman səsimizi biz çıxardırıq. Biz bu günlərim, mən muğam qrupumun adını Qarabağ muğam qrupu qoymuşam. Yəni. Bu Azərbaycan üçün deyil, bu daha çox xarici ölkələr üçündür. Çünki daha çox biz o ölkələrə gedirik. Və o ölkələrdə yazılır, Azərbaycandan bir muğam qrupu gəlib, Qarabağ muğam qrupu. Musiqiçi siyasətidir, bilirsiniz. Və bütün konsertlərimin sonunda Qarabağ şikəsi oxuyuram. Ona görə ki, sözümü deyirəm ki, bax, mən Qarabağlıyam, bu torpaq mənimdir, Azərbaycanındır. Bu da bunun musiqisidir.